Axşamınız xeyirli olsun dəyərli müəllimlər. Axşamınız xeyir. Hər vaxtınız xeyirli uğurlu olsun. Belə, başlayaq müəllimlər. Deməli, bu bizim ilk öyrənişsiz sınaq dərsimizdir. Hər ay yeni qrup açıram. Bugünkü qrupumuz ilk öyrənişsiz sınaq dərsdir və 20 iyuna qədər qrup yığılır. 20 iyuna qədər qrup yığılır və kim 20 iyuna qədər iyun qrupuna daxil olmaq istəsə, şəxsimə yazar 055 279 21 27. Bu kanal YouTube kanalında da paylaşılacaq. Ona görə müəllimə çox xahiş edirəm, video görüntüyə, səsə nəzarət edin. Çünki dərs YouTube kanalında paylaşılacaq. Deməli müəllimlər necədir? Artıq bilirik ki, müavin və təşkilatçıların işə qəbul imtahanı demək olar ki, keçirilmir. Yəni məsələn Bakıda 2-3 ildir artıq keçirilmir. Regionlarda da elə həmçinin. Bəs direktor və müavin və təşkilatçılar necə təyin edirlər? Direktorun işə qəbulundan. Yəni direktorun işə qəbulu elan olunduqda kim ki müavin və təşkilatçı olmaq istəyir, həmin qeydiyyatdan keçərək sonra müsahibədə iştirak edib müavin və təşkilatçı işləyə bilər. Yəni orada müsahibədə təklif edirlər. Deməli, direktorların isə test mərhələsi yoxdur. Ümumiyyətlə, test mərhələsi daha yoxdur müəllimlər. Həm müavinlərdə, təşkilatçılarda, direktorlarda daha yoxdur. Birbaşa müsahibədir. Müsahibə şərtlərini də artıq bir çoxlarınız bilirsiniz. Müsahibə şərti nədir? Direktorların işə qəbulu üçün, əgər siz şagird sayı 500-dən çox məktəb yazırsınızsa, sertifikasiya balınız, son balınız nədirsə, son imtahan balınız nədirsə, o nəzərdə götürülür. Məsəl üçün, tutalım ki, diaqnostik balınız 55-dir, gedib sertifikasiyada 45 bal toplamısınızsa və şagird sayı 500-dən çox məktəb yazmısınızsa, sizin sənədlərə imtina gələcək. Yəni, siz ola bilsin ki, sənəd qəbulunda orada diaqnostiki göstərərsiniz ən yüksək bal kimi, amma sertifikasiyanı göstərməsəniz yenə nəzərə alınmayacaq. Çünki avtomatik sistem sizin son sertifikasiya balınız varsa, sertifikasiya balınızı nəzərə alacaq. Yox, əgər sertifikasiya balınız yoxdursa, MİQ və diaqnostik balınız varsa, şagird sayı 500-dən çox məktəbləri yazmaq istəyirsinizsə, 51 və daha yüksək bal olmalıdır. Yəni, 50 balda qəbul olunmur, 49 balda yəni qəbul olunmur, mütləq 51 və daha yüksək bal olmalıdır. Yox, əgər şagird sayı 500-dən aşağı olan məktəbi yazmaq istəyirsinizsə, onda 51 baldan aşağı olan müəllimlər bu imtahanda iştirak edə bilər. Yəni, 42 baldan 51 bala qədər MİQ, diaqnostik və ya sertifikasiya balı 42-51 bal arası olan müəllimlər şagird sayı 500-dən aşağı olan məktəbləri seçə bilər. Rayonlarda təbii ki, şagird sayı 500-dən aşağı məktəblər çoxdur, amma Bakıda cəmi 11 məktəb var. Zaten müəllimlər, siz sənədlərinizi qeydiyyatdan keçirdəndə orada mərhələli şəkildə sizi müsahibəyə çağıracaqlar. Mərhələli şəkildə nədir? Yəni, tutalım ki, siz elə bir məktəb yazmısınız ki, öz məktəbinizi yazmısınız, məsələn, məktəbiniz vakansiyaya çıxıb, öz məktəbinizi yazmısınızsa, yox, xeyr, 49 bal, az öncə dedim axı, 51 bal lazımdır. 49 bal olanda 500 minus yazın. Şagird sayı 500-dən aşağı olan məktəbi yaza bilərsiniz. Şagird sayı 500-dən artıq olan məktəbi yaza bilmərsiniz. Onun üçün bal 51 bal lazımdır. Deməli, mərhələli şəkildə çağırırlar müəllimlər. Mərhələli şəkildə çağırırlar, yəni birinci necə edirlər? Yəni, siz əgər öz məktəbinizi yazmısınızsa, birinci həmin məktəbin direktorlarını, direktor müavinlərini, təşkilatçılarını, həmin məktəbin müəllimlərini çağırırlar. Sonra kənar məktəb yazanları çağırırlar. Bir də birinci yüksək bal çağırırlar. Bəs müsahibədə hansı əsas rol oynayır? Müsahibədə təbii ki, məsələn, birinin balı 52 baldır, birində 56 baldır, 59 baldır, 60 baldır. Amma 52 bal olan daha yaxşı cavab verir. Yəni, onu seçirlər. Yəni, nə yazdınız müəllimə? Həm direktor üçün, həm də müavin üçündür bu şərt. Müavinlər üçün, xeyr, müavinlər üçün 42 bal kifayət edir. Müavinlərin işə qəbulu üçün 42 bal kifayət edir. Staj da 5 il olmalıdır direktorlar üçün, müavinlərin işə qəbulu üçün də 3 il olmalıdır. Belə, indi dərslər haqqında məlumat verim. 3 aylıq yeni qrup açıram, iyun qrupu açıram. Ayın 20-sinə qədər, iyunun 20-sinə qədər qrup yığılacaq. Dərsləriniz nədən ibarətdir? Müəllimlər, əvvəl test mərhələsi olurdu. Onda məcəllə, qanun, kurikulum, məntiq, sonra nə var idi? Bunlardan imtahan test mərhələsi təşkil olunurdu. Amma indi daha test yoxdur. Birbaşa müsahibədir.
müsahibənin bir 70-80% ancaq situasiyadır. Şagird gəlsə nə edərsiniz? Şagirdlə müəllim arasında bu cür problem olsa nə edərsiniz? Müəllimlə valideyn arasında bu cür problem olsa nə edərsiniz? İki müəllim bu cür münasibət yaranda necə həll edərsiniz? Necə məktəbi inkişaf etdirərsiniz? Yəni demək olar ki, 70-80% situativ suallardır. Biz də dərslərimizdə daha çox situasiya sualları üzərində işləyəcəm və o situasiya sualları həm əvvəlki mövzuların situasiya sualları, həm də müəllimlər deməli, burada bir açılsa qeyd kimi göstərim. Həm əvvəlki illərin situasiya sualları üzərində işləyəcəyik, həm də 2026-cı ilin, yəni yeni müsahibə sualları üzərində işləyəcəyik. Bir dəqiqə, görün burada istəyirəm ki, mən sizə onu göstərim. Son müsahibə qrupuna sağ olsun müəllimlər müsahibədə iştirak etdilər. Müsahibədən çıxan günü elə mənimlə əlaqə saxladılar, səs göndərdilər və mən o sualların hamısını qeyd eləmişəm. Dəqiqə açılsın. Dəqiqə üzrlü sayım, onda açılsın. Deməli, mən o müsahibə suallarını qeyd eləmişəm və onu PDF şəklində hazırlayıb isə qrupa göndərəcəm. Əvvəlki illərin müsahibə sualları və 2026-cı ilin müsahibə sualları üzərində, situativ suallar üzərində müzakirəmiz gedəcək. Qanun, təbii ki, qanunda keçəcəyik, məcəllərin vacib hissələri keçəcək. Məcəllə hamısı təbii ki, lazım deyil. Məzuniyyət hissəsidir, töhmət hissəsidir, işə qəbuldur, xitamdır. Bu hissələri bildiniz, kifayət edir. Zaten çox məcəllədən sual verilmir, çox az sual verilir. Daha çox situativ sual, bir də qanundan. Qanundan da daha çox evdə təhsil, fərdi təhsil, inklüziv təhsil, şagirdin sinifdə saxlanılması, sinifdən sinifə keçməsi, pedaqoq şura, sinif rəhbərinin əsasnaməsi. Yəni belə deyək də, qanundan da əsas bu hansı mövzulardan ki, suallar verilib, onlardan mən mövzunu keçəcəm. Müsahibə dərsinin faydası nədir? Sizlər danışırsınız, müəllimlər. Müsahibə nədir? Operativ, çevik, cəld cavab vermək. Yəni sizin orada düşünmək üçün uzun müddət vaxtınız olmayacaq. Siz bütün materialları oxuyub, mənimsəyib, müsahibə dərslərində iştirak edərək danışacaqsınız, səhvləri bir yerdə düzəldəcəyik, materialları öyrənəcəksiniz və beləliklə sənəd qəbul olanda zaten mən qruplarda paylaşıram, statusda da paylaşıram, qruplarda da paylaşıram. Sənəd qəbul elan olunduqda qeydiyyatdan keçəcəksiniz. 3 aydan bir sistem açılır. Məsələn, keçən oktyabr, noyabrda sistem açılmışdı. Sonra 3 aydan sonra fevral, mart ayında sistem açıldı. İndi gözləyirik ki, bir də iyunda, yəni bu ay ya da uzağı gələn ay sistem açılsın. Sistem açıldıqda sənəd qəbulu siz elektron qaydada qeydiyyatdan keçirsiniz. Sonra 1-2 həftə, 3 həftəyə cavab gəlir ki, sənədləriniz qəbul olundu, sizi müsahibəyə çağıracaqlar. Sonra əgər siz mərhələli şəkildə çağırılanlar siyahısının içərisindəsinizsə, sizi müsahibəyə dəvət edəcəklər. Axşamınız xeyirli olsun, hörmətli müəllim. İndi istəyirəm ki, müəllimlər, suallar çoxdur, bilirəm. Mən istəyirəm dərsə başlayım. Deməli, bizim dərsimiz həftədə 2 dəfə 1 saat yarım olacaq. Həftədə 2 dəfə 1 saat yarım olacaq. WhatsApp üzərindən də hər gün situasiya sualları, yəni mənə en qədər situasiya sualları göndərilin. Bir dənə açılsın, WhatsAppda biraz SMS çoxdur, məndə biraz geri açılır. Situasiya suallarını PDF şəklində göndərəcəm. Açılsın, indi dərsin ortasında göstərəcəm. Belə, indi istəyirəm ki, gəlin müsahibəyə başlayaq. Mavin işləyənlər necə olacaq? Necə olacaq? Mavin işləyənlər də gedib qeydiyyatdan keçə bilər də. Hə, siz deyirsiniz... Müəllimə, salam, axşamında çıxır müəllimə. Olar bir sual vereyim müəllimə, bağışlayın müəllimə. Xeyirli olsun, buyurun, əlbəttə verə bilərsiniz. Müəllim, hissələr, onlarda sertifikasiyaya getməyiblər, sertifikasiya balı və yaxud aşağıdır, hal-hazırda mavin işləyir. Onlarda necə olacaq? Sertifikasiya balı aşağıdırsa, məsələn, mənim bir müdavimdə belə olmuşdu, 43 balı var idi, sənədləri qəbul olundu. Hətta sonra
Bilirsiniz necə sənədlər qəbul oldu, bal artımına göndərdilər. Getdilər ixtisas artımında iştirak elədilər. 43 baldan 55 balını artıra bildi. Amma o müəllimi yenə müsahibəyə buraxmadılar. Nəyə görə? Çünki sertifikasiya balı əslində səhvən buraxılmışdı da o ixtisas artırma imtahanına. Sertifikasiya balınız varsa, siz balınızı artıra bilmərsiniz. Bal artırma kimlərə aiddir? Sertifikasiya balı olmayanlara aiddir. Bir də ki, əgər sertifikasiya balınız var, aşağıdırsa 500 plus yaza bilmərsiniz, 500 minus yaza bilərsiniz. Aha, onda müavin hal-hazırda mühafizəçi işləyirsə, yəni sertifikasiya balı yoxdursa da, yəni müsahibədə iştirak eləyə bilər də o adam. Bəli. MİQ diaqnostik balı var da, onunla iştirak edə bilər. Oldu müəllimə. Təşəkkür edirik. Sağ olun. Belə balla bağlı suallarınız çox olacaq. Hərənizdə bir situasiya olacaq. Nə sualınız olsa şəxsimə yazarsınız müəllimə. Burada vaxtımız getməsin, müzakirə etməyək. Bunu nədir? Şəxsimə hər biriniz yazarsınız ki, hansı baldan hansı imtahanda iştirak edə bilərsiniz. Belə. Oldu müəllim. Sağ olun, siz də sağ olun, var olun. Deməli müəllimlər, başlayaq. Başlayaq müəllimlər. Kim istəyir? Buyurun. Kim istəyir ki, müsahibə edim onu? Buyurun, başlayaq. Səhvləri də düzəldərik. Əsasən situasiya sualları verəcəm. 2026-cı ilin suallarını verəcəm. Elmətli müəllim, başlayaq elə sizlə. Gəlin, bəlkə elə sizlə başlayaq. Burada əl qaldıran var. Dəqiqə, görün kim əl qaldırır. Burada bu adla kimdir daxil olan? İlim, MMA. Əliniz var. Elmətli müəllim, başlayaq onda sizinlə. Biraz cəld olaq müəllimlər. Cəmilə müəllimə uyğunsuz? Cəmilə Quliyeva. Mikrofonu açıqdır. Cəmilə müəllimə uyğunsuz siz? Nartava Nəsərova. Xumar Atayeva adı ilə daxil olan müəllim kimdir? Xumar Atayeva. Narahat olmayın. Kim verir? Buyurun müəllim. Salam, hər vaxtınız xeyirli olsun. Salam, hər vaxtınız xeyir olsun. Müəllim, imtahanda iştirak etmisiniz siz heç? Müsahibələrdə Test mərhələsində iştirak etmişəm. Bəli, 2023-cü ildə sadəcə heç bir hazırlığım olmayıbdı özümü yoxlamaq üçün. Test mərhələsində yəni iştirak etmişəm, keçmişəm. Sadəcə müsahibədə, yəni dediyim kimi də, yəni hazırlaşmadan getmişdim deyə, yəni nəticəm olmayıbdı. siz mənə bağlı. İndi üstündən illər keçib, sadəcə məqsədim necə? Məktəbdə işləyirsiniz də indi hal-hazırda. Bəli. Hal-hazırda analıq məzuniyyətindəyəm, bilirsiniz. Problem deyil. Allah vəziyyətində Avqust ayı. iştirak edə bilərsiniz. Bəli, avqust ayında artıq çıxmalıyam işə. Bəli, ona görə hazırlaşıram. Sadəcə mən sertifikasiyada iştirak etməmişəm bu səbəbdən. Amma MİQ balım məsələn 56-dır, diaqnostik balım 53. Bəli, hər iki balla da siz bu imtahanda iştirak edə bilərsiniz. Yüksəkdir, 51 plusdur. Belə müəllimə, başlayaq. Deməli, mən hər gün qrupa situasiya sualları göndərəcəm. İstəyirəm harca bir 6-7 dənə sualla biz bu gün tanış olaq. Əslində burada açmaq istəyirdim, o sualları göstərmək istəyirdim. Məsələn, WhatsApp-da problem yarandı. Eyb yox, qrupa sonra göndərərəm. Belə müəllimə, mən sizə bu ilin suallarını verəcəm. Gəlin görək bu ilin suallarına siz necə cavab verəcəksiniz. Görək də. Komandaya yeni üzv gəldikdə onu necə qarşılayarsınız? Komandaya yeni üzv gəldikdə, yəni nəzərdə tutursunuz ki, tutaq ki, mən direktoram və mənim komandama yeni bir üzv gəlir. Onu səmimi qarşılayaram. Yəni həm pedaqoji heyətlə tanış edərəm, yəni qarşıda duran məqsədlərlə və yaxud da ki, məktəbin necə deyim, təlim-tərbiyə qaydaları, şagirdə yanaşma metodu və s. və ilə axırına yəni qarşılayıb və eləcə də digər üzvlərlə dediyim kimi bir necə deyim, pedaqoji şura deməyək də bir iclas kimi keçirib, yəni onu təqdim eləyərəm. Deməli, burada nədir?
Əgər komandaya yeni üzv qoşulduqda, yeni üzv gəldikdə ilk növbədə onu səmimi şəkildə qarşılayar. Bəli. Bir dəqiqə. İlk növbədə onu səmimi şəkildə qarşılayar, kollektivə təqdim edərdim. Bəli. Sonra müəssisənin qaydaları, iş prinsipləri ilə onu tanış edərdim. Bu sualı mən göndərmişdim də qrupa. Aha. Daha sonra müəssisənin qaydaları ilə, iş prinsipləri ilə, gözləntilər ilə daha ətraflı siz ona məlumat verərdiniz ki, müəssisənin prinsipləri hansıdır, müəssisənin qaydaları hansıdır və yeni əməkdaşın komandaya daha tez adaptasiya olması üçün, daha tez uyğunlaşması üçün ona dəstək göstərməlisiniz, onun suallarını cavablandırmalısınız və əməkdaşlıq mühiti formalaşdırmalısınız. Məqsədiniz yeni üzvün özünü komandanın dəyərli bir hissəsi kimi hiss etməsini təmin etməkdir. Yəni komandaya üzv gəlib biz onu dəstək oluruq ki, o bizim komandaya uyğunlaşsın, adaptasiya dövrünü yaxşı keçsin və ailənin bir üzvü olduğunu hiss etsin. Aydın oldu. Bəli. Müəllimə, siz neçə ildir müəllim işləyirsiniz? Mən artıq 2017-ci ildən deyək. 2020-də də elə bir ki, yenidən imtahan vermişəm Bakıya, Pirallahıya. İndi Pirallaha məktəbində işləyirsiniz? Bəli. Neçə? Pirallaha neçə nömrəli məktəbdə? Laçın rayon Bozlu kənd tam orta məktəbində Müseyibov adına. Aha, o məktəbə hələ köçürtməyiblər müəllimə? Hayır, köçürtməyiblər. Yəni gözlənir ki, Bakı baş təhsilə versinlər köçürüləndən sonra, amma hələ ki kənd tikilməyib. Sizə köçürdülər. Bəli. Yaxşı müəllimə, növbəti sual 2026-cı ilin müsahibə sualı. Çətin şagirdiniz var. Onunla necə iş apararsınız? Çətin şagird həqiqətən də sinifimdə olur. Yəni elə olur ki, məsəl üçün heç dərsə qulaq asmaq istəmir və yaxud da ki, kitab dəftəri belə yerə atan şagirdlə qarşılaşmışam. Əvvəlcə məsəl üçün direktorla danışaram, sonra yəni valideyn, psixoloq bunlarla, yəni onlar özüm tədbiri necə görərəm, yəni təlimatlandıraram, digər şagirdlərlə necə deyim, yanında pərt etməmək şərti ilə təlim tərbiyəsi ilə yəni biraz necə deyim, məşğul olandan sonra əgər görsəm düzəlmir, direktora və psixoloqa eləcə də valideyn. Çətin tərbiyə olunan, çətin şagirdlə qarşılaşmısınız müəllimə? O qədər. Bəli. Deməli, müəllimə, bunu biz daha operativ suala cavab verməliyik, düzdür? Çünki hər sinifdə, hər məktəbdə bu cür uşaqlar var. Ona görə çətin davranış nümayiş etdirən şagirdlə ilk növbədə fərdi söhbət aparmalısınız. Onun davranışının səbəblərini anlamağa çalışırıq və söhbət zamanı sakit və hörmətli ünsiyyət quraraq şagirdin fikirlərini dinləyərdiniz. Axı çətin tərbiyə olunan şagirdir. Tərbiyə olunan şagirdlərin əksəriyyəti xoşlayır ki, qarşı tərəf onu dinləsin, ürək sözlərini desin, bütün beynində nə fikir var, onu qarşı tərəfə çatdırsın. Ona görə sakit və hörmətli ünsiyyət quraraq şagirdin fikirlərini dinləyərdiniz. Problemin həlli üçün birlikdə qaydalar və hədəflər müəyyən edib, müsbət davranışları təşviq edərdiniz. Zərurət olarsa, valideynlə, psixoloq ilə, müəllim ilə əməkdaşlıq edərək şagirdin inkişafına dəstək göstərir. Bəli, əgər fərdi söhbət işə yaramasa, yəni yenə də eynən davam edirsə, valideyni çağırmaq, digər müəllimi, rəhbərliyi, psixoloq bunlar artıq necə deyim, sonrakı mərhələlər. Ən son variant. Bəli, ən son variantı siz, yəni birinci problemi siz özünüz görürsünüz. Çətin davranış nümayiş etdirən şagirdiniz varsa, birinci biz özümüz o məsələni həll etməyə çalışmalıyıq. Bəzən elə olur ki, müəllimlər nəsə bir problem olan kimi həmən direktorun yanına gəlir, həmən müəllimin yanına gəlir, mavinin yanına gəlir. Bu doğru deyil. Nəyə görə? Çünki siz də bir idarə edənsiniz. Məktəbin necə deyim, sinif rəhbərləri, fənn müəllimləri çalışmalıdır ki, birinci problemi özləri həll etsinlər. Həll edə bilməyəndə o zaman üst quruma, yəni daha özlərindən vəzifəcə üstün olan digər şəxslərə müraciət edir. Amma sən özün həll eləmirsən, tənbəllik göstərirsən, məktəbin işinə can yandırmırsan. Ümumiyyətlə müəllimə, komanda ilə kollektivin fərqi nədir sizcə? Komanda nədir, kollektiv nədir? Komanda məsəl üçün hər hansı bir məktəbin işi üçün bütövlükdə can qoyan, çalışan bir
hissədir. Yəni o təkcə məsələn kollektiv müəllim kollektivi ola bilər, texniki işçi kollektivi ola bilər deyək ki, yəni amma komanda istər texniki işçi, istər müəllim, bütöv məktəbdə çalışan yəni şəxslərdir də belə deyim ki, o bütöv Komanda məktəbi irəli aparmağa çalışır. Bəli, komanda çalışır ki, məktəbin bütün yükünə dəstək olsun. İşin ucundan tutub dəstək olmağa çalışır, problemi həll etməyə çalışır. Amma kollektiv odur ki, siz demişik, yəni sadəcə işə gəlir, işə gedir. Sadəcə bu. Yəni problemlərdən qaçır, dəstək olmur. Sadəcə işini görüm vəssalam gedim. kollektiv budur. Amma ən yaxşı direktor odur ki, məktəbdə nə yaratsın, komanda yaratsın. Komanda, bəli. Sizin üçün lider nə deməkdir müəllimə? Lider nədir? Lider öndə gedən deyərdim. Yəni hər kəsi də yəni necə deyim öz ətrafına toplayıb irəli aparan bir şəxs. Özünüzü lider kimi hiss edirsiniz? Bəli, bəzən. Lider öndə gedən deməkdir də. Bəli, komandanı ruhlandıran, motivasiya ruhlandıran. Sonra yetişdirən, yəni elə direktor var ki, istəmir də müavini gəlsin, onun yerində direktor olsun. Amma elə direktor var ki, yetişdirir ki, sabah bir olmayanda qoy məktəbi irəli aparan necədir bir kadr olsun, kadrları yetişdirir. Müavin də məktəbin elə bir onurğa sütunudur da, direktor başçısı məktəbin onurğa sütunu müavindir. Bəli. Yəni Ümumiyyətlə müavin nə üçün qanunları öyrənməlidir? Onsuz müqavilə bağlamır. Məsəl üçün, amma niyə görə qanunları bilməlidir? Qanunu yəni hər kəs bilməlidir müəllimə. Mən müəlliməm, mən də şəxsən qoşulmuşam ki, qanun qaydanı öyrənim. Tək müavin yox, elə məktəbdə işləyən hər kəsin məsəl üçün qanunvericilikdən, qanundan xəbəri olsa, yəni hər hansı bir tutaq ki, neqativ bir hal baş verərsə, onun qarşısını tez ala bilər. Gəl ki, bu burada belədir. Siz hansı yəni qanun əsasən deyirsiniz ki? Müəllimə, müavin kimdir? Direktordan sonra onu əvəz edən şəxs. Direktor olmadıqda məktəbdə direktorun vəzifə səlahiyyətlərini bir dəqiqə, başqa kimsə var? Mikrofon açın. Müəllimə, sizdə də yəqin uşaq səsi. Bəli, məndə idi, indi bağlı. Müavin direktoru əvəz edən şəxs deməkdir. Məktəbdə direktor müəyyən səbəblərdən işdə olmadıqda, təbii ki, onun vəzifə səlahiyyətlərini müavin əvəz edir. Ona görə də təbii ki, müavin də, təşkilatçı da, təsərrüfat şəxsi direktor müavini də qanunları, hüquqları bilməlidir. Ümumiyyətlə, hər bir işçi öz hüquq və vəzifələrini bilməlidir. Xumar müəllimə, uyğun deyilsiniz, onda mən digər müəllimə keçim. Sizdə uşaq yəqin ki. Bəli, müəllimə, çox üzrlü sayın. Olar, problem deyil. Keçək başqa müəllimə, sağ olun. Sevinç Sevdayeva. Zəhmət olmasa bu müəllim açsın mikrofonu. Sevinç Sevdayeva. Sevinç Seydayeva. Müəllimə, biraz cəldə olaq. Çünki saat 22:00-da sonra mənim fərdi hazırlığım olacaq. Mən ora dərsə gedəcəm. Yəni 22:00-da dərsimiz bitəcək, amma belə 20 iyundan sonra biz ödənişli qruplarda dərslə başlayacaq. Dərsimiz 20:30-dan 22:00-a qədər davam edəcək. Bir-bir hər birinizi danışdıracağam. Nə sual, nə səhvlər olacaq, bir yerdə düzəldəcəyik, öyrənməyə çalışacağıq. Danışmayan qalmayacaq dərslərimizdə. Təbii ki, istəməyən danışa bilməz. Biz uşaq deyil ki, mən zorla kimisə müsahibə edim, amma danışmağınız sizə faydalıdır. Samirə müəllimə, Samirə Qurbanova. Uyğun olmayanda açın mikrofonu deyin ki, müəllimə uyğun deyil. Ki, vaxtımız getməsin. Mən bir dəqiqəyə əlavə bir dənə sual verə bilərəm. Samirə Qurbanova. Uyğun deyilsiniz. Ruqiyyə müəllimə, siz necə uyğunsunuz? Ruqiyyə Əsgərova. Samirə müəllimə uyğun deyil. Problem deyil Samirə müəllimə, narahat olmayın. Ruqiyyə Əsgərova. Bilirsiniz nə yadıma düşdü? Orta məktəbdə, mən orta məktəbdə oxuyanda bizim dövrümüzdə jurnal var idi də. Baxırdıq ki, yuxarıdan aşağıya müəllim gəlirdi, bir-birimizin adımızı səsləndirəndə gizlənirdi. O mühit lap yadıma düşdü. Ruqiyyə Əsgərova.
Yaxşı, bəs kim? Jalə müəllimə. Siz uyğunsuz bəs? Jalə Nəbiyeva. Salam Jalə müəllimə. Uyğunsunuzsa aça bilərsiniz. Yazırsınızsa yəqin ki, uyğun deyilsiniz. Günel müəllimə, Günel Vəliyeva. Bəs Günel müəllimə, kim uyğundursa mikrofonu açsın da müəllimlər. Uyğun deyilsinizsə onda sağollaşacağam. Günel Vəliyeva. Burada Gəncə adı ilə daxil olan kim idi? Mənim desədənşi qrupunda da vardı bu müəllim. Bu Gəncə adı ilə daxil olan kim idi? Gəncə adı ilə. Şəxs deyir müəlliməm, mənəm. Günay müəlliməm. Salam Günay müəllimə, necəsiniz? Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyirli olsun. Müəllimə, siz müsahibəyə getdiniz, yoxsa elə xəbər gözləyirsiniz? Xeyir gözləyirdim, o da bugün baxdım ki, artıq mənə də imtina gəlibdi. Ki, yəni müsahibəyə məndən qabaq dəvətli olan olub. Müəllimə, sizin yazdığınız məktəblər sizin yaşadığınız rayondaydı? Xeyr, mən Göygöldən eləmişdim, ancaq Gəncədən bircə dənə məktəb yazmışdım müəllimə. Hansı məktəbi yazmışdınız? Gəncədə Müşfiq adına yadımdan da çıxdı 100 neçə nömrəli məktəb idi. Uşaq sayda 1237 nəfər idi, nə idi bax belə. 1230. Yəni keçid üçün yazmışdım. Ancaq bizim məktəbimizdə özümüzün elə bil həm tədris işləri üzrə müavin, bir də təşkilatçı müavin vakansiyadadır. Vakansiyalarda növbəti indi bu sənəd qəbulunda yəqin çıxarılacaq, düzdür? Bəli, çıxarılıbdır, neçə ildir, yəni gələn yoxdur, bizdə elə bil yarımştatdır deyin. Rayonun mərkəzindən də uzaq olduğuna görə gəlmirlər, sərf eləmir. Ancaq burada müəllimlər işləsə, yəni müavinliyə qədər bundan məktəbin öz müəllimindən götürülsə sərf edir. Müəllim, onda bir dənə sizdə qalır ki, siz sizin məktəbiniz müavin vakansiyası var da, direktor vakansiyası yoxdur. Bəli. Onda əgər direktorların müavinlərin işə qəbulu indi elan eləsələr, neçə müddətdə elan etmirlər. İndi bilmirəm, səhv etmirəmsə sizin regiondan məlumat veriblər ki, elan olunacaq iyun ayında. Mən də elə eşitdim ki, dedilər ki, olmalıdır. Yəni hardasa bu ayın sonu gələn ayın əvvəli belə müavinlərin işə qəbulunun qeydiyyatı olmalıdır. Əgər qeydiyyat olsa, siz qeydiyyatdan keçsəniz, bax siz real namizəd olacaqsınız öz məktəbiniz üçün. Çünki birinci o məktəbin müəllimlərinə müsahibə edəcəklər, ondan sonra kənar məktəbləri, daha sonra rayon üzrə. Yəni siz əgər uyğun olsanız, sizdən sonra müsahibədə kim yazsa o çağırmayacaqlar. Əgər siz yaxşı cavab versəniz, digər müəllimi müsahibəyə çağırmayacaqlar. Ümumiyyətcə heç yazan olmayacaq, bilirəm. Çünki hardasa 2-3 ildir vakansiyadadır, yəni gələn yoxdur. Direktorumuz da deyir, özü də məlumat vermişdi ki, təhsil idarəsinə ki, yəni mən də təkəm də işləmək üçün. Sizin istədiyiniz məktəb hansıdır Göygöldə? Məzahir Qəhrəmanov adına Göyçəkənd məktəbidir. Məzahir Qəhrəmanov Göyçəkənd kənd tam orta məktəb. Lap yaxşı. Müəllimə, gəl onda sizi müsahibə edeyim. Siz mənim o biri qrupumda var idiniz, düzdür? Müsahibə qrupuna daxil olmuşdunuz. Artıq demək olar baza toplamışsınız müəllimə. Bazanız var. Sualları mən hər gün yadınıza gəlir müsahibədə iştirak edirlər. Müsahibədən sonra mənə sualları göndərdilər. Mən o sualları göndərmişəm qrupa. Dinləmisiniz? Elə oradakı suallarda bir ikisini verəcəm sizə müəllimə. Bəs az öncə deməli müəlliməyə sual verdim ki, çətin şagirdinizlə necə söhbət edərsiniz? İndi sizə sual verəcəm ki, çətin valideyniniz var. Onunla necə iş apararsınız? Onunla necə söhbət edərsiniz? Əslində həqiqətən çətin şagirdlə də, çətin valideynlə də qarşılaşırıq. Çətin valideynlə də olanda, yəni onunla da fərdi söhbət aparmalıyıq. Yəni onun da səbəbini araşdırıb öyrənməliyik ki, nə səbəbdən belə münasibət bildirir və o da fikrini bildirəndən sonra fərdi söhbət əsnasında yəni
biz özümüzün məktəbimizin də daxili nizam qaydalarını deməliyik. Onun da fikirlərinə hörmətlə yanaşmalıyıq. Onu da yəni ki öz fikrinə dəyər verməliyik ki, artıq bir-birimizi əməkdaşlıq əsasında başa düşərək ortaq bir məxrəcə gəlməliyik ki, biz əsas şagird üçün çalışmalıyıq. Şagirdin gələcəyi üçün müəyyən addımlar atmalıyıq. Bəli, çətin valideynlə ünsiyyət zamanı ilk növbədə onu diqqətlə dinləyər, narahatlığın səbəbini anlamağa çalışardınız. Sakit, nəzakətli, peşəkar şəkildə ünsiyyət saxlayaraq faktlar əsasında siz valideynlə yanaşmalısınız və valideynin fikrinə hörmət göstərərək problemin həlli üçün variantlar müzakirə etməlisiniz və bizim məqsədimiz nədir? Durma yaratmayaq, valideynlə problemi daha da böyütməyək, məktəb valideyn əməkdaşlığını gücləndirək və şagirdin mənafeyinə uyğun qərar qəbul etmək. Əsas burada nədir? Ümumiyyətlə valideyn məktəbə niyə gəlir? Uşağı üçün gəlir. Biz də qəbul etməliyik ki, uşaq üçün, şagird üçün faydalı olsun. Bəli. Aydın oldu. Yaxşı, bəs müəllimə, direktor təyin olunmusunuz. Bir qrup müəllim sizi istəmir. Məktəb istəmir də sizi, siz onlara rəhbərlik edərsiniz. Siz nə edərsiniz bu arada? Əvvəlcə, yəni ki, mən ilk direktor təyin olunuramsa, yəqin ki, mən iclas təşkil etməliyəm kollektivlə. Özünüz deməli, əgər bir qrup müəllim heyəti məni qəbul etmirsə, həmin iclasdan da gedə bilər. Yəni, bunu təmkinlə, səbrlə mən işimi davam etdirməliyəm. İclasdan sonra həmin müəllimlərlə yenə fərdi söhbət apararaq onun səbəbini öyrənməliyəm. Yox, bu başqa bir səbəblə bağlıdırsa, bir ortaq məxrəcə gəlirik, yox, sırf mənimlə bağlıdırsa, artıq mən ora direktor təyin olunuramsa, onlar da yəni qəbul etməlidirlər. Bu qanunla mən onlara xəbərdarlıq edirəm. Bir dəfə, iki dəfə alınırsa artıq qanun əsasında, yəni bir həll yolu tapıram. Qanun yoluna nə edəcəksiniz? Müəllimə sizi nədir, qəbul eləmir. Bu qanun yolu nədir? Qanun yolu odur ki, məsələn, mənim iclas təşkil edirəmsə, həmin iclasda iştirak etmirsə, saymanmazlıq edirsə, bu da düzgün bir nəticə deyil də. Yəni, artıq mənə hörmətsizlik olur. O da qanunları bilməlidir ki, direktor iclas təşkil edirsə, yəni direktorun tələblərini də yerinə yetirməyə artıq o da məcburdur. Çünki məktəbin daxili intizam qaydaları var. Müəllimə, deməli, biz əgər direktor təyin olunduqdan sonra müəllimlərin bir qismi sizi qəbul etmirsə, ilk növbədə bunun səbəbini araşdırırsınız, düzdür? Və müəllimlərlə açıq dialoq qurursunuz, onların fikirlərini, gözləntilərini dinləyirsiniz. İdarəçilərdə ümumiyyətlə ədalət, şəffaflıq, əməkdaşlıq prinsiplərinə əsaslanaraq qərarlar qəbul edirsiniz və çalışırsınız ki, komanda sizin fəaliyyətinizə etimad etsin. Sizi hələ tanımır, ona görə qəbul etmirdi. Amma sizi tanıyandan sonra sizə etimad göstərəcək və hesab edirsiniz ki, qarşılıqlı hörmət, peşəkarlıq və orta məqsədlər ətrafında birləşərək zamanla komandanın dəstəyini qazanarsınız. Ümumiyyətlə, müəllimə, çalışın. Birinci sizə bu sual verəndə gedib həmən hüquqa, qanuna getməyin. Yox, mən o mənada demədim, düzdür. Yəni, sual versələr ki, müəllimə, bilirsiniz necə, bəzən müsahibədə olur, çox vaxt müsahibədə olur ki, deyirlər ki, tutalım, fərdi söhbət elədiniz, dinləmədi sizi. Yenə iclas elədiniz, saymır sizi, fikir bildirmir, iclasa gəlmir. Yenə 5-6 dəfə yenə deyəndən sonra, belə deyək. Ondan sonra deyin ki, artıq əgər direktorun qanuni tələblərinə, əmrlərə, bu ən sonuncudur da, müəllimə, o töhmətdir. Ən sonuncu mən dedim ki, yəni artıq qanunla hərəkət siz gözləyin ki, müəllimə, mən deyim ki, yəni müsahibə komissiyasının üzvü desin ki, dinləmir, yenə hörmətsizlik edir, iclasdan durub çıxır gedir, yenə danışırsınız, faydası olmur. Onda ən sonda 2-3 dəfə sizə deyəndən sonra ən sonda deyin ki, artıq təbii ki, direktorun qanuni əmrlərinə kollektiv əgər tabe olmursa, onda siz qanuni yolla bu məsələni həll eləməlisiniz. Töhmət verə bilərsiniz. Aydın oldu. Amma töhmət də birbaşa verə bilmərsiniz də. Yəni çalışmalısınız ki, aktınız olsun. Mən əslində özüm deyəndə dedim ki, əgər bu bir dəfə, iki dəfə, yəni dəfələrlə təkrarlanarsa, artıq da qanunla, yəni mən
Başa səbirlə düşdüm. təmkinlə Gözləyin ki, mən sizə deyim ki, az öncə düşdüm. dedim. Mən o nöqtəyə gəlim, sonra siz gedin qanuni yola. Aydın oldu? Oldu. Məqsədim nədir? Yəni siz məktəbdə problemi həll etməyə gedirsiniz. Ora getmirsiniz ki, gedib töhmət verəsiniz, hər şey bağlayasınız. Yəni lazımdır ki, həll edək. Naxçıvana illər öncə bir direktor təyin olunmuşdu Naxçıvan məktəblərinin birinə. Direktor İşte gedən kimi diaqnostik ballara əsasən saatları kəsdi. Nə bilim, artıq kollektivdə ciddi narazılıq yarandı da. Təbii ki, diaqnostik sertifikasiya balına uyğun müəllimlərin saatları onlara uyğun verilməlidir. Amma sınıfın ortası keçirsə, sən müəllimlərin saatını kəsə bilmərsən. Və ciddi narazılıq oldu. Direktor heç bir ay işləmədi. Bir ay işləmədi və kollektiv narazılığı əsasında o direktor işdən azad oldu. Ümumiyyətlə direktoru kollektiv işdən azad edə bilər? Direktoru kollektiv bəli, yəni yığılır, rəy bildirəndən sonra əlbəttə ki, yəni onu qəbul etməyəndə məcbur, yəni ki, onu da qanun yenə deyim də, qanun əsasında əlbəttə ki, onu da heç bir kollektiv üzvü qəbul etmirsə, artıq o necə orada işləyə bilər? Müəllimə, məktəbdə həmkarlar var. Həmkarların üzvüyük biz və hər ay əmək haqqımızdan kifayət tutulur. Bu deməkdir ki, həmkarlar bizim hüquqlarımızı qoruyur. Pedaqoq şurada biz vəzifələrimizi, görəcəyimiz işləri müzakirə edirik. Amma həmkarlarda isə biz təbii ki, hüquqlarımızı müdafiə edirik. Direktor məktəbdə qanunsuz əmrlər verirsə, kobud danışır, sağlam psixoloji mühit yaratmır, rüşvətdə yol açır. Yəni hər bir şeydə belə deyək də, yəni direktorluqdan başqa hər iş görürsə, təbii ki, kollektiv yığışıb 10 dənə ərizə kifayətdir ki, o direktoru işdən azad edəsiniz. Məsələni müzakirə edib işdən azad etmək mümkündür təbii ki. Sonra sonuncu sualı verim müəllimə. Sonuncu sualı verim. Pedaqoji şura keçirirsiniz, amma bir qrup müəllim var ki, ümumiyyətlə münasibət bildirmir. Məsələyə münasibət bildirmir də. Bir var iclasa gəlmir, bir də var gəlir iclasa, gəlməsə ondan yaxşıdır. Nə bir münasibət bildirir, nə bir müzakirəyə qoşulur, nə fikir bildirir, nə bir faydası var. Yox, artıq bu sual var. Münasibət bildirmir də. Yəni qaynayıb qarışmır. Əgər bir məsələyə münasibət bildirilmirsə, yəni direktor hər bir müəllimin fikrini soruşa bilər. Yəni ki, yenə də münasibət bildirilmirsə, həmin iclasda yox, yenə iclasdan sonra fərdi öyrənə bilər bunun səbəbini. Pedaqoji şura zamanı bəzi müəllimlərin fikir bildirmədiyini əgər müşahidə etsəydiniz, ilk növbədə onların iştirakını təşviq edən mühit formalaşdırmalısınız. İştirak etmirlərsə, deməli nəsə mühitdə problem var da müəllimə, düzdür? Yəni açıq suallar verməlisiniz, hər kəsin fikrini dəyər verdiyinizi göstərməlisiniz. Çalışmalısınız ki, o fikir bildirməyənləri də cəlb edəsiniz. Fikir bildirməyinin səbəbini öyrənmək üçün zərurət yarandıqda, təbii ki, fərdi söhbətlər aparmalısınız ki, yəni bu müəllimlər nə üçün bir fikir bildirmir, bir müzakirəyə qoşulmurlar, komanda olmağa çalışmırlar. Məqsədiniz bütün müəllimlərin qərarların qəbulunda aktiv iştirakını təmin etmək, əməkdaşlıq mühitini gücləndirmək. Lazımdır ki, o mühiti yaradasınız. Mən 5 direktorla işləmişəm indiyənə qədər, gənclik illərindən indiyənə qədər və bir direktorun pedaqoji şura iclası heç vaxt yadımdan çıxmaz. Pedaqoji şuranı elə idarə edirdi ki, yəni necə deyim, yəni mən utanırdım. Mən bir 21-22 yaşım vardı, utanırdım. Qışqıra-qışqıra pedaqoji şuranı idarə edirdi. Nə bilim, kobud. Adam heç iclasda oturmaq istəmirdi. Dəhşətə gəlirdim ki, belə insan olar, nəinki direktor. Yəni onu düz elə həmin ildə işdən çıxartdılar. Ona görə direktor pedaqoji şuraya ciddi hazırlaşmalıdır, hesabatlar təqdim etməlidir, həm müavin, həm təşkilatçı. Direktor o hesabatları dinləməlidir, pedaqoji şura üzvlərlə bərabər, sonra qərar qəbul olunmalıdır. Yəni şura iclas deməli deyil. Şura iclasdır. Bu iclası elə keçirmək lazımdır ki, həm səmərəli olsun, həm kollektiv üçün faydalı olsun, məktəbi irəliyə doğru aparsın. İclasdır da, iclas proje məktəbin
ümumi məsələləri müzakirə olunur. Aydın oldu? Bu Bəli, sualları bəli. göndərəcəm, qrupa göndərəcəm dəyərli müəllimlər və beləliklə biz bu gün 2026-cı ilin may ayında 3 may tarixində müəllimlərə verilən müsahibə sualları ilə tanış olduq. Bütün bu suallar məndə var. O sualları bir-bir biz dərslərdə müzakirə edib hazır PDF şəklində göndərəcəm. Əslində hazırlamışam, hissəsi hazırlamışam. Burada bunu göstərmək istəyirdim. Məsələn, WhatsApp-da problem oldu, açılmır. Qrupa göndərəcəm, ödənişsiz qruplara da göndərəcəm. Belə müəllimlər, bu gün bizim bu ilk dərsimiz idi. İlk dərsi mən hər zaman keçirəm ki, müəllimlər dərsin formatı ilə tanış olsun. Dərsimizin formatı bu gün hələ situasiya sualları verdim, qanun vermədim. Amma 20 iyuna qədər təhsil haqqında qanunu öyrənirsiniz. Situasiya sualları ilə bərabər siz direktor olmaq istəyirsiniz, rəhbər işləmək istəyirsiniz. Qanunları da bilməlisiniz. Vacib hissələrdən qanunlardan da deməli suallar verəcəm. Müəllimə sual yazmışdınız, mən görmədim. Bir dənə baxım. Buyurun, mikrofonunuzu açın, Jasmin adı ilə daxil olan müəllim. Müsahibə mərhələsi nə olacağı gözlənilir. Onun vaxtını mən dəqiq bilmirəm. Mən ancaq qruplar açıram, müəllimləri hazırlayıram. Müsahibə elan olunduqda mən paylaşıram. Qruplarda paylaşıram. Amma müsahibəyə yaxşı hazırlaşmaq lazımdır. Yəni bu məsələyə ciddi yanaşın. 3 may tarixində mənim müsahibədə iştirak edən bir müəllimim var idi. Müsahibədən çıxandan sonra mənə yığdı. Dedi, ay müəllimə, elə asandır. Vallahi heç qorxutmağa dəyməz də. Yəni çox asandır. Və dedim müəllimə o suallardan deyin. Həqiqətən də biz dərslərdə o sualları müzakirə etmişik və o müəllimə 2 ildir, 3 ildir hazırlaşır. Necə deyim, artıq ona asan gəlir. Amma orada elə müəllimlər olub ki, ən sadə sualın belə qarşısında aciz qalıblar. Yəni hazırlaşmadan elə-belə gediblər. Təbii ki, o sualları sualı ola bilsin ki, bilirsən, amma sürətli düşünərək cavab vermək lazımdır. Ona görə sualı bilən üçün asan, bilməyən üçün isə qaranlıq bir zülmətdir müsahibə. Müsahibə də genişdir. Müsahibəni özünüz də yönəldə bilərsiniz. Hansı istiqaməti yaxşı bilirsinizsə, o istiqamətə yönəldə bilərsiniz. Belə müəllimlər, dərsimiz bitdi. Çünki mən də birazdan fərdi dərsə də gedəcəm. Dərsimiz bitdi. 20 iyuna qədər qrup yığılır. Yeni iyun qrupudur. Kim qrupa daxil olmaq istəsə 055 279 21 27 nömrəsinə yazsın. Oldu müəllimlər. Gecəniz xeyrə qalsın. Hələlik. Başqa sualınız yoxdur? Sağ olun. Allah razı olsun. Gecəniz xeyir. Siz də sağ olun. Nəsə sualınız varsa buyura bilərsiniz. Müəllimə, biraz öncə demişdiniz ki, 2 aydan sonra gözlənilir müsahibə, yəni 3 aydan biri olur. 3 aydan biri olur imtahan. İyul, avqust ayı üçün, yəni avqust ayı üçün ola bilər yoxsa? Müəllim, axırıncı dəfə sənəd qəbulu fevral-martda olub. Mart, aprel, may artıq 3 aydan artıq keçibdir. Çox sağ olun hörmətli müəllim, siz də sağ olun. 3 aydan artıq keçib. Mən gözləyirəm iyun ayında olsun. Çünki 3 aydan bir sistem açılır. Yəni biz çatdırmarıq da onda, çünki təzə başlamışıq. Müəllimə, hələ bilinmir axı iyunda açılacaq yoxsa necə? İyulda da açıla bilər, avqustda da açıla bilər. Əgər iyunda açılsa sistem, biz artıq sürətli keçəcəyik. Üzr istəyirəm. Bu müavinlərin işə qəbulu qeydiyyatı başlasa qrupa göndərəsiniz də yəqin ki vaxtı. Mən narahat olmayın, göndərəcəm. Çox sağ olun. Hər direktor müavin təşkilatına işə qəbul olan kimi qruplara göndərirəm. Əgər qrup açılıb birdən imtahan tez olarsa, müəllimlər, narahat olmayın. Onda sürətli qrupa keçəcəyik. Hələ ki ehtiyac yoxdur. Hələ ki sürətli qrupa ehtiyac yoxdur. Yavaş-yavaş öyrənməyə başlayaq. Sənəd qəbul olan kimi həmən onsuz da müsahibə olunur. Bir müddət çəkir. Belə, oldu müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın. Kiminlə sualı olsa, mən yazar. YouTube'dan da məni izləyən müəllimlər kanalıma abunə olun. Zəhmət olmasa müəllimlər videonu izlədikdən sonra kanala abunə olub dəyər verməyi unutmayın. Sağ olun, hələlik.